Cəfər Cabbarlı ana haqqında şeir yazır. Əgər bütün bəşəriyyət ədüv-i canım ola, ürək suqut eləməz aldığı mətanətdən. Rica və xofu məkan vermərəm gər alimlər, min ildə vəz edələr dəhşəti qiyamətdən. Qiyamətdən muizə eləsələr mənə, dünyanın əşrəfi Həzrət Peyğəmbərdir. Həzrət Peyğəmbərin yadına qiyamət düşəndə rəngi saralardı. Bu deyir ki, rica və xofa məkan vermərəm gər alimlər, 100 ildə vəd edələr dəhşəti qiyamətdən. Ki, nədir, heç nədən qorxmuram, şeirin mövzusu budur, heç nədən qorxmuram, yalnız bir dənə varlıq var ki, onun qabağında atıram dizlərimi yerə, bəs filan filan. Halbuki bu fikri elə Peyğəmbər də deyib ki, cənnət ananın ayağı altındadır. Yəni, bu məcazi mənadır, ananın ayağı altında, yəni nə? Ananın ayağının altına düşüb ona xidmət göstərmək, nə qədər sındırsan özünü, nə olar? Sənə cənnət nəsib olar. Ana qabağında özünü nə qədər sındırsan ayağının altından, məqsəd budur. Peyğəmbərimiz də deyir ki, anaya xidmət nədir? Səni cənnətə aparar. Bir nəfər Peyğəmbər deyir ki, mən anam üçün hər şey eləmişəm ki, bu qadın bir kəlmə demir ki, ya mənə filan şey lazımdır, filan şey lazımdır, hər şeyini təmin eləmişəm, gecə gündüzdə xidmətindəyəm. Mən onun borcundan çıxmış oluram, Peyğəmbərimiz deyir ki, bəli, bir gecəsinin borcundan çıxmış olarsan, bir gecəsinin. Dolayısıyla ondan Cəfər Cabbarlı da hələ deyir. Amma onu hələ demək üçün bütün hər şeyi qatır bir-birinə, hər şey qoyur bir kənara, deyir, mənim üçün ana məhəbbəti daha alidir. Bu belə düşünür də. Biz bunun əqidəsini təhlil edək, yoxsa şeiriyyatını. İnsanlar da müxtəlif kateqoriyalardadırlar. Adam var, dini qəbul eləmir, dini mövzuları qəbul eləmir. Mən ki, dini mövzuları qəbul eləyirəm, mənim nəzərimdə o şeirdə küfür var. Mənim nəzərimdə o şeirdə küfür var. Amma başqa adam ki, dini qəbul eləmir, deyir, nə qəşəng deyib. Mən də qəbul eləyirəm, şeir kimi qəşəng deyib. Bəs ideologiya, bəs əqidə.